Salam, hər bir vaxtınız xeyirli olsun. Belə bir feni təmirə gətiriblər, bu vəziyyətdədir. Biz bunu restavrasiya eləyək, ortanın nəticəni bir yerdə izləyək. Şunur hissəsində də problem var. Bu hissəsi qırıqdır. Bu hissəsi qırılıb. Bütün plasmas hissələrini suya qoyduq. Vəziyyəti budur. Yakın vəziyyəti budur. Option təmizlədik. Bizdən əvvəl bu da paykalar olub. Kondensator zədələnib. Bunları çıxartdıq. Bunları böyütdük. Yeni kondensatoru qoyduq. Təmizlədik, mühərrik dərmanla yuduq. Ədəd yeni kömür qoyduq. Manladıq. Bir daha yuvacaq. Hər bir hissəni qurmağa qoymuş. Bu hissəsi qurulub. Bunu bərpa eləyək. Demək, bu hissəni də bərpa elədik, bu hissəni də bərpa elədik. Zinləri taxdıq, rejim knopkasının purjunu qoyduq, yastığı qoyduq. Bunu da taxırıq. Pəri taxdıq, mühərriki üzərinə bərpa elədik, tok sistemini yığdıq. Fəndə kondensatoru dəyişdi. Bunun rolu odur ki, səsi boğur. Televizor işləyəndə bunun vibrasiyası ora vermir. Bu hissəni çıxardıb kökündən öz yerində vibrasiya yoxdur. Kızarma yoxdur. Kömürləri dəyişdi, restavrasiya elədik. Kondensator dəyişdi, yəni səs boğan kondensatordur. Və bu hissəni kökündən çıxardıb bərpa elədik. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.